Salam əziz izləyicilər, sizə möhtəşəm, isti toyuğun döş ətindən hazırlanan fərqli bir salat resepti verəcəm. İzləmədə qalın. Bunun üçün bizə iceberg, badımcan, balqar biber, toyuğun döş əti, gedrov ayreşki, keşniş, zeytun yağı, bal, soya sos, Worcester sos dostlar. Bir zajgalka ver. Tavanı qazın üstünə əlavə edib, ərinmiş kərə yağı əlavə edirik, gördüyünüz kimi. Tava qızdı, tağ oldu. Yağımız çox yaxşı dərəcədə qızmalıdır və ilk növbə balqar biberlərini əlavə edirik, əziz izləyicilər. Doğradığımız mükəmməl badımcanları əlavə edirik. Çox az, ağız dadına görə duz, çox az, ağız dadına görə şəkər. Bax, şəkər tozu bu gördüyünüz balqar bibərinə çox möhtəşəm dad verəcək. Yumuşaldacaq və inanılmaz bir dad. İyindən artıq bəllidir. İndi isə toyuğun döş əti əlavə edirik. Çox az qara siyot əlavə edirik. Rozmarin dostlar əlavə edin. Piçoklardan rozmarin əlavə edin. Çox fərqli bir dad alacaqsınız. Toyuğa elə bir ki can verəcək. Görürsünüz. Karamel qızartmalı hiss edirsiniz. Baxın görün tərəvəzlər necə soçlu. Çox yumuşaq, təravətli formada bişir. Qazın gördüyünüz kimi çox önəmlidir qazın gücü. Yəni one hotda bişirsəz daha dadlı və ləzzətli alınacaq. Bu da belə. Artıq hazırdır. Bu da belə. Xırda istədiyimiz ölçüdə doğrayırıq. Düzürsün.
keşişlərin qəşəng yarpaqlarını əlavə edirik. Qırmızı balıqdan siz bunu hazırlasaq, çalışın rukola ilə hazırlayın. Rukola ilə qırmızı balıq bir-birinə fərqli bir dad verir. Allah. Zeytun yağı əlavə edib, belə gözəl, yaxşıca gördüyünüz kimi qarışdırırıq. Zeytun yağı əlavə edib qarışdırırıq, əziz izləyicilər. Bu belə. Ağız dadına görə çox az miqdarda ağız dadına görə duz əlavə eləyə bilərsiniz. Bax, həmişə sizə məhz bu kətan toxu haqqında sizə hər dəfə danışıram. Deyirsiniz, necə istifadə etmək olar. Buyurun, bax, salatın tərkibinə bu kətan toxumunu üyüdülməmiş formada əlavə edə bilərsiniz. Kətan toxumunun faydaları haqqında mən sizə çox danışmışam. Buyurun, siz də bunu dənəyin. Mütləq şəkildə sevin kətan toxumu. Bax, belə fərqli salatların tərkibində istifadə edə bilərsiniz, əziz izləyicilər. Bu da belə qarışdırırıq yaxşıca. Keçirik hara? Baxın, görün nə alınıb, əziz izləyicilər. Buyurun, baxın, vay. Baxın. İnşallah dəhşət. Görün, hamısı öz qaydasında karamel, məhz budur. Vaxtında götürmək lazımdır. Baxın uşaqlar, bax burada, bax əsl dad buradadır. Yaxından göstər. Bax bu sok əsl daddır. Neyini bu gözəl hazırladığımız oy. İnanmayacaqsınız. Əgər siz bunun özünüz hazırlamayacaqsınızsa, siz bunun dadından agah olmayacaqsınız. Qırğın. Uşaqlar, getdik. Əziz dostlar, bal əlavə edirik, dediyimiz kimi bal. Oy. Soya dostlar, soya. Manchester dostlar. Oy. Soya və Manchester sosu da əlavə olunur. Yüksək səviyyədə yaxşıca qarışdırmaq lazımdır. Sevdiyim salatlardan biridir. İsti toyuq döşət salatı. Əziz izləyicilər. Bu da belə. Hazırıq dostlar. Gördüğünüz bu güzel, möhtəşəm çokudan keçirilmiş pendir. Bax, vəziyyət budur. İndi dadına baxaq. Özü düşü var. Gəlin dadına baxaq. Bəli. Bax, bu möhtəşəm salatı mütləq hazırlayın. Mən artıq hiss edirəm dadını.
İnanılmaz dadı var. Hazırlayın. Sağlam olun dostlar.